Salam uşaqlar, bugünkü mövzumuz mövcud quruluşa qarşı çıxışlardır. Başlayaq. Azərbaycanlılar 20-ci əsrin əvvəllərində çar rejimi tərəfindən ali seçki siyasətinə məruz qalırdı. Ana dilində məktəb, qəzet yaratmaq qadağan idi. Peterburqdan gördüklərdən bir zatı da belə deyil. Yazısı olanlar qəzeti rus dilində oxusunlar. Qalanlar isə gedib qoyunlarını utarsınlar. Xalq öz zəngin sərvətlərindən faydalana bilmirdi. Bu vəziyyətdə də belə bir yazıda təsvir olunurdu. Nefti ilə bütün dünyaya işığa boyayan, özü isə qaranlıqda qalan Bakı şəhərindən. Şimali Azərbaycanda fəhlələrin vəziyyəti. Gündə 12-14 saat adətdə şəhər əvvəldən isə az əmək qalırdı. İş və mənzil şəraiti dözülməzdi. Mədənlərə texniki təhlükəsizlik tələbə əməl edilmirdi. Tibbi və sosial sığorta haqqında danışıqlar belə mümkün deyildi. 1900 və 1900-cü iqtisadi böhran dövründə çoxlu sayda müəssisələrin bağlanması və vəziyyəti ağırlaşdıran fəhlələrin nümayişə və tətilə çıxarılmasına başlanan bir səbəb oldu. 1902-ci il aprelində Bakıda fəhlələrin ilk açıq siyasi nümayiş keçirildi. Nümayişlər rədd olsun mütləqiyyət, yaşasın azadlıq şüarı səsləndirildi. Lakin nümayiş dağıdıldı və fəhllər də həbs edildi. 1900-cü ilin yayında bir heybətdə ilk dəfə böyük ümumi tətil keçirildi. Bütün Bakı əhatə edən bu tətil zamanı fəhlələr Fəhlə Hökuməti adlanan təqdim komitəsi yaratdılar və tətil komitələrinin sahibkarlar arasında tələblərə cavab hazırlayaraq iş gününün qısaldılmasını, əmək haqqının artırılmasını tələb irəli sürdülər. Tələblər qismən yerinə yetirildi, lakin ordu bu tətili amansızlığa yatırdı. 1904-cü il dekabrın 13-də Balaxanı neft mədənində dekabr tətili baş verdi. Bu tətildə 50 mindən çox fəhlə iştirak edirdi. Dekabrın 30-da Tiflis komitəsinin təşəbbüsü ilə neft sənayesləri ilə fəhlələr arasında danışıq aparmaq üçün tətil komitəsi yaradıldı və Mazis Konstitusiyası adlanan müştərək müqavilə imzalandı. Sahibkarlar fəhlələrin bütün tələblərini qəbul etdilər. Mazis Konstitusiyasının şərtləri nələr idi? İş günü 9 saat endirildi. Əmək haqqı 20-25% artırıldı. Fəhlələr həftədə bir dəfə istirahət etmək, ildə isə bir dəfə məcburiyyət çıxmaq hüququ qazandılar. Cənubi Azərbaycana bura gələnlər arasında isə əmək haqqı ödənməsi qeyri-bərabərlik aradan qaldırıldı. Mazis Konstitusiyasının verdiyi imtiyazdan məhrum olan mexaniki və istehsal sahələrində çalışan fəhlələr də 1905-ci ilin yanvarında sahibkarlarla belə bir müqaviləyə bağlaya bildilər. 1904-cü ildə Bakıda baş verən dekabr tətilinin önəmi nə idi, əhəmiyyəti nə idi? Fəhlələr Çar hökuməti və sahibkarlar üzərində 3 dəfə qələbə qazandı və 1905-7-ci il Birinci Rus inqilabının müjdəçisi rolunu oynadı. Bunu da yadda saxlamaq lazımdır. 1905 və 7-ci ildə Birinci Rus inqilabına Şimal Azərbaycanın təsiri nə idi? Müstəmləkə və milli zülmünə qarşı azadlıq mübarizəsinə güclü təkan verdi. Fəhlə tətilləri, kəndli çıxışları, qiyam hərəkatı kütləvi xarakter aldı. Qanlı Bazar günü xəbəri Azərbaycana gəlib çatdı isə Bakı və digər bölgələrdə həmrəliyə əməliyyatı olaraq nümayişə və tətillər keçirildi. 1905-ci ilin yayında ümumi tətil keçirildi və tətil komitəsi yaradıldı. 1905-ci il noyabrın 25-də fəhlə tərəfindən Azərbaycanda inqilabi hərəkətə idarə etmək üçün Bakı Fəhlə Deputatları Soveti, yəni BFDS yaradıldı. Lakin 1906-cı il fevralın 23-də bu partiya, yəni bu komitə, bu şura qubernatorun əmri ilə fəaliyyətini dayandırdı və 1905-ci ilin payızında Azərbaycan bölgələrində müntəzəm tətillər təşkil edildi. Hər bir fəhlə komitəsi yaradıldı, hər bir ərazidə. Bu dövrdə qaçaq hərəkatı ən geniş yayıldığı Yazılı quberniyası idi və hərəkatın fəal nümayəndələri Qaçaq Yusif, Qaçaq Süleyman, Qandal Nağı, Dəli Alı kimi şəxslər var idi. 1905 və 6-cı illərdə Azərbaycanlılara qarşı soyqırım törədən ermənilərə divan tutmuşdu bu şəxslər. 1905 və 7-ci ildə inqilabın təsiri ilə Çar hökuməti güzəştə edərək 1905 oktyabrında manifest imzalandı. Və Azərbaycanda cəmiyyətin diqqətini inqilabi hərəkətinə yayındırmaq məqsədi də Çar hökuməti həyata keçirdiyi bəzi tədbirlər var idi. Bunlar hansılar idi? 1905-ci il fevralın 15-də Bakı General Qubernatorluğu vəzifəsi yaradıldı və 1905-6-cı ildə Daşnaqsusun Partiyası və ermənilərin vasitəsilə milli qırğın siyasəti həyata keçirildi. Nəzərinizə çatdıraq ki, Daşnaqsusun Partiyası 1890-cı il Tiflisdə yaradılmışdı. Partiya türklərin ermənilərin əzəli düşməni kimi qələmə verirdi. Milli zəmində baş verən münaqişələrin əsası Çar hökuməti hələ 19-cu əsrin əvvəllərində qoymuşdu. Azərbaycana kütləvi şəkildə ermənilərin, rusların və almanların köçürülməsi buradakı milli və dini ayrı seçkiyə böyük bir səbəb olmuşdu və parçalı hökm siyasətini də yerinə yetirirdi Çar hökuməti. Çarizm milli qırğın siyasətinə baxaq. Bakıda milli qırğın 1905-ci il əvvəllərində Çar hökuməti çox millətli şəhər olan Bakıda milli qırğın planı hazırladı. Planın reallaşdırılması qubernator Nakashidzenin tapşırığı ilə plan əsasən ilk milli qırğın Bakıda başladı. Fevralın 2-sində 1905-ci ildə Bakıda bir neçə Azərbaycanlı milli zəmində qətlə yetirildi. Fevralın 6 və 9-da Bakıda milli qırğın törədildi. Milli qırğın ermənilərin Daşnaqsusun Partiyası çox fəal iştirak edirdi və vəziyyətin ağırlığı ilə əlaqədar 1905 fevralın 29-da Daşkovun başçılığı ilə 1883-cü ildə ləğv edilmiş Qafqaz zanişləri yenidən bərpa olundu. Çar Rusiyasının milli qırğın planını şəkildə həyata keçirməsi göstərən amillər nə idi? Hüquq mühafizə orqanlarının qətlərə göz yumması və Daşnaqsusun hökumət tərəfindən silahlandırılmasına şərait yaradılması hətta. Bakıda uğur qazana bilməyən ermənilər Naxçıvan şəhəri və Cəhri kəndində Rus hərbçilərinin yardımı ilə qətlər və qarətlər həyata keçirdi. 1905-ci ilin mayında İrəvan şəhəri onun tərəfində bölgədə yaşayan müsəlmanlar da qisas almağa çalışır və İrandan milli qırğın həyata keçirilməsi ermənilərin məqsədi Azərbaycan cəmiyyətinin öz doğma torpaqlarına qovmaq idi. Lakin qonşu qəzalardan Cənubi Azərbaycan və Osmanlı dövlətindən gələn kömək nəticəsində ermənilərin planı da boşa çıxmışdı. 1905 və 6-cı ildə milli müdafiə döyüşlərə baxaq. Zəbələ qəzasının yuxarı Yəməzli, Qacar, Şeyx Məmməd, Çəmənli, Xırmancıq kəndlərində erməni dəstələri darmadağın edildi. Zəbələ qazasının erməniləri döyüşdə Qacar kəndində xüsusi fərqlənirdi. Əhaliyə kömək edən könüllü dəstələrlə birlikdə Qacar kəndində hücum edən ermənilər məğlub edilərək 400 erməni qulduru məhv edilmişdi hətta.
1906-cı il iyulunda ermənilər Şuşada Rus qoşun başçısı Qolosapovun rüşvəti verərək Rus hərbiçilərin qırğın iştirakına şərait yaratdılar və Qolosapovun əmri ilə 5 gün Azərbaycanlılar evləri top ateşinə tutuldu. Şuşada baş verən bu hadisə tarixə Şuşa faciəsi kimi qələmə verildi tarixdə və 1905-ci il avqustun 8-də Şuşada yerləşən Rus qazan arxalanan daşnaqlar Cənubi Azərbaycana işğaldan gəlmiş 17 fəhlənin qətl etdilər, lakin ermənilərin Şuşanı ələ keçirmək planı həyata keçirə bilmədi və Şuşada məğlub oldular onlar. Bu döyüşdən sonra erməni kazak qüvvələrinin məhv edilməsi Sultan Bəy Sultanovun xidmətində böyük olmuşdur. Qarabağın Xankəndi və Malabəyli kəndlərində asayiş qoruması üçün Çar hökumətinin qoşunlarının burada göz yumması, ermənilərin buradakı ixtişaşlara başlamasına və uşaqların və qadınların qətl edilməsinə gətirib çıxartdı. O dövrdə ABŞ-da erməni icmasının nəşrlərində İrəvanda milli qırğın əsas edilənlər Azərbaycan olduğu etiraf edilmişdi. Milli qırğınlarda ermənilərin ağır məğlub olması səbəbləri isə Azərbaycan xalqının birliyi və Azərbaycan gənclərinin cəsarəti və igidliyi idi. Milli qırğın zamanı Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Cəlil Məmmədquluzadə həyat yoldaşı Həmidə xanım Zamanşə döyüşlərin xeyli ərzaq, pul yardımı göndərmişdi. Həmidə xanım qırğına məruz qalan bölgələrdə həm də birbaşa onlara tibbi yardım da göstərmişdi. Azərbaycanda Difai və İttifaq təşkilatı Çarizm milli qırğın siyasətini erməni terrorundan qorumaq üçün xalqı birliyə çağırırdı. 1905 mayın 31-də ermənilər İrəvanın Qırxbulaq kəndində, Gözdülük kəndində və Məngüş kəndində pənah aparmış, lakin bu kənddən də qaçmışlar. Bu zaman kənddə tək qalmış Qoza Novruz Kazımoğlu sursatı qurtarana qədər ermənilərlə döyüşmüş və sonunda əsir alınaraq bir erməni keşiş tərəfindən qətlə yetirilmişdir. Bu vəhşidən canlı şahid olan Ordubadi özünün qanlı illər kitabında da bu haqda qeyd aparmışdır. 1905 və 6-cı ildə Zəngəzur mahallında ermənilərin qırğınlarına qarşı alınması üçün Laçınlı Sultan bəyin böyük xidməti olmuşdur. Sultan bəyin fəaliyyətinin ikinci hissəsi isə 1918-ci hadisələrlə bağlıdır. Bu dövrdə Şamiyan milli türk müsəlman əhalinin qırğınlara törətməsi, Andranakın planı Qarabağı Gəncəni tutduqdan sonra Bakı Daşnak dəstəsinə birləşib Şimal Azərbaycanı erməni dövləti yaratmaq cəhdləri də var idi. Lakin Sultan bəyin dəstəsi Andranakın quldur dəstələrinin xalqlar arasında Qanlıdərə alanı Zabıq dərəsində döyüşdə Qaragöl tərəfində döyüşdə məhv etmiş və Sultan bəy Zəngəzurda ermənilərə qarşı naçəkili mühasirə hərəkatında təşkil etmişdi. İndi keçək Ümumi Rusiya Müsəlman qurultayına 1905-ci il oktyabrın 17-sində Çar II Nikolay tərəfindən manifest bütün Rusiyada yaşayan cəmiyyətlərə fikir, söz azadlığı hüququ verdi. Şəxsi toxunulmazlıq hüquqları təmin olundu. Bu manifestdən sonra Azərbaycan dilində qəzet jurnallar nəşrinə icazə verildi. Xeyriyyə cəmiyyətlərinin məktəb və mədəni maarifin zokları yaradılmasına icazə verildi. Bundan cəsarətlənən Azərbaycan ziyalıları müsəlmanlara qarşı ailə siyasətinin qoyulması üçün Çar hökumətinin xüsusi tələbnamə göndərdilər və Çar hökumətinin milli qırğın törədilməsi və müsəlman ziyalıların siyasi əqidəsinə daha da möhkəmlənməyə icazə verdi. İndi birinci qurultaya baxaq. Birinci qurultay 15-28 avqust 1905-ci ildə Nijni Novqorodda keçirildi. Qurultayın təşəbbüsçüləri olmuşdur. Əlibəy Sözədə və Əlmərdan bəy Topçubaşov kimi və başqa ziyalılar, Krım türklərinin ziyalıları, Kazan türklərinin ziyalıları. Qurultayın məqsədi bunlardır. Rusiya müsəlmanların fəaliyyətini birləşdirmək, millətlərə bərabər hüquq vermək, mədəni təhsil səviyyəsini artırmaq. Qurultayda Topçubaşov və onun həmin qurultayın sədri seçildi və Rusiya Müsəlman İttifaqı təşkilatının yaranmasına rəsmən elan etdilər. İkinci qurultay isə 1906-cı il 13-23 yanvar arasında baş verdi. Rusiyada yaşayan türklərin Rusiya imperiyasına qarşı vahid cəbhədə birləşmək qərarına gəlindi. Rusiya Müsəlman İttifaqı təşkilatının nizamnaməsi və müvəqqəti proqramı qəbul olunmuş oldu. Üçüncü qurultay isə 1906-cı il 16-21 avqust dövründə Nijni Novqorodda keçirildi. İkinci qurultay isə Peterburqda keçirilmişdi. Rusiya Müsəlman İttifaqı təşkilatı Əlmərdan və Topçubaşovun hazırladığı proqramı qəbul etdi. Bu proqramda Rusiya Müsəlman İttifaqının aşağıdakı tələbləri müəyyən edildi. Konstitusiya dövlət quruluşunun formalaşması, müsəlman kəndlərinə milli mədəni, yəni müsəlman şəhərlərinə və ya dövlətlərinə və ya kəndlərinə milli mədəni muxtariyyətin verilməsi, yeni tipli məktəblərin açılması, ibtidai təhsilə keçirilməsi əsas götürülürdü. Qurultayda Rusiya Müsəlman İttifaqının rəhbərlik etmək üçün daimi olaraq Bakı Mərkəzi Komitənin yaradılması nəzərdə tutmuşdu Bakıda. Yeni tipli məktəblərin açılması üçün də işlər aparılmalı idi. Milli kadrlar hazırlamaq üçün Bakı, Kazan və Baxçısarayda pedaqoji müəllimə institutunun açılmasına nəzərdə tutulurdu. Belə ki, 20-ci əsrin əvvəlində Azərbaycan Rusiya müsəlmanlarının azadlıq hərəkatının mərkəzi, Topçubaşov isə onun lideri olmuşdu. Daha sonra Azərbaycanlı deputatların Rusiya Dövlət Dumasının fəaliyyətinə baxaq. Rusiya inqilabının təsiri ilə 1905-ci il payızında Rusiyada qanunverici orqan olan Dövlət Duması yaradıldı. Və bu Duma Qərbi Avropa parlamentlər hüquqlarına son dərəcə məhdud olması ilə fərqlənirdi. 1905-ci il dekabrında Çar II Nikolayın Dövlət Dumasının çağırılması haqqında fərman verdi. Qanuna görə də Qafqaz müsəlmanları sessiyada müəyyən məhdudiyyətlə iştirak hüququ var idi. İndi birinci Dumaya baxaq. Birinci Duma 1906-cı ildə keçirildi. Seçkilər 1906-cı il apreldə fəaliyyətə başlayan Azərbaycanda bu Dumaya seçkilər keçirildi may ayında və kimlər iştirak edirdi? Birinci Dumada Əlmərdan bəy Topçubaşov, İsmail bəy Ziyadxanov, Əbdürrəhman bəy Haqverdiyev, Məhəmməd Tağı Əliyev, Əsədullah bəy Muradxanov kimi deputatlar iştirak edirdi. Dumadakı müsəlman fraksiyasına Topçubaşov başçılıq edirdi. Fraksiya nə idi? Parlament daxilində oxşar və siyasi görüşlərə görə nümayəndələrin yaratdığı qruplaşma idi. Bu Dumada Ziyadxanov çıxış edərək Rusiya müstəmləkəçi mərkəzi siyasətini ermənilərin vandalizmini ifşa etdi. Rus çarına qane etmədiyi üçün tezliklə bu buraxıldı. Yəni bu Duma. Və birinci bu Dumanın buraxılması sonra dərhal sonra
Topçubaşov deputatlarla birlikdə Vıbrov bəyənnaməsi imzaladı və bu bəyənnaməyə görə həm Topçubaşov, həm də Ziyadxanov həbs edildi. 2-ci Duma 1907-ci ildə çağırıldı. 1907-ci ildə fevralında fəaliyyətə başladı. Həmin ilin payızınadək fəaliyyət göstərdi. 2-ci Dumaya Azərbaycandan Fətəli Xoyski, Zeynal Zeynalov, Məhəmməd Ağa Şahtaxtinski, Mustafa Mahmudov, Xəlibəy Xasməmədov deputat seçildi. Xoyski və Xasməmədov müsəlman türk xalqlarının hüquqlarının müdafiəsinə bağlı çıxışlar daha etmişlər. İndi 3-cü Dumaya baxaq. 1907-ci ilin payızında yeni və daha irticaçı seçici qanun əsasında seçilmiş bir Duma fəaliyyətə başladı və 12-ci ilə qədər davam etdi. 3-cü Çar hökumətinin qoyduğu məddədə görə isə Bakı, Gəncə və İrəvan qüvvələrinin müsəlman əhalisindən yalnız bir nəfər hüquqşünas, yəni Xəlibəy Xasməmədov deputat seçildi. Xasməmədov Dumada aşağı tələblər irəli müsəlman türk xalqlarının azadlıq və siyasi hüquqlarının verilməsi, təhsil və məhkəmə işlərinin ana dilində aparılması, Rusiyada yaşayan müsəlmanlar və türklərə qarşı daha gerici, yəni daha pis qərarları ilə yadda qalmış olduğu bu Duma. 4-cü Dumaya baxaq. 4-cü Duma 1912-17-ci illəri əhatə edən dövrə əhatə olur. Azərbaycanda bu Dumaya sessiyaya 1912-də keçirildi və 1913 dekabrından 1917-ci ilə qədər davam etdi. Rus türklərindən yalnız 7 nəfər Rusiyada yaşayan türklərdən və Şimali Azərbaycandan isə yalnız bir nəfər hüquqşünas Məhəmməd Yusif Cəfərov deputat seçildi. 4-cü Dumaya çıxışlarında Rusiya müsəlman türk xalqlarına tətbiq etdiyi milli və dini hüquqi məhdudiyyətlərin ləğvini tələb etmişdi Məhəmməd Yusif Cəfərov. Dərsimiz bu qədər.